testə. Oxuyun müəllimə zəhmət olmasa. Aşağıdakılardan hansı pedaqoji prosesin tamlığına aid deyil? Müəllim dərs müddətində şagirdləri inkişaf etdirmək üçün sual-cavabı vaxt ayırmaqdansa davamlı dərsi izah etməyə üstünlük verir. B variantı. Şagird bilir ki, bitkilərin qayğısına qalmaq vacibdir. Bunun üçün dibçəkdəki gülləri sular və onları gün işığının düşdüyü yerə qoyur. Müəllim dərsin öyrədici olması üçün dərsin əvvəlində məqsəd qoyur və dərs boyu məqsədə çatmaq üçün müxtəlif fəaliyyətlər edir. D. Dərsin sonunda şagird yol hərəkət qaydalarının insan həyatı üçün əhəmiyyətini dərk edir. E variantı. Şagirdlər bölmənin sonunda içməli suyun təbiətdə rolu və həyatımızdakı suya qənaətin vacibliyini anlayır. Bunu tək başa düşmədim. Müəllimə deyir ki, aşağıdakılardan hansı pedaqoji prosesin tamlığına aid deyil? Pedaqoji prosesin tamlığı nə demişdik? Tərbiyə edici, inkişaf etdirici, öyrədici olmalı. Öyrədici, bəli. İnkişaf etdirici, tərbiyə edici olmalı. Və tərbiyə edici olmalı. Tərbiyə edici də dedik ki, yəni həyatda harda lazım olacaq, harda istifadə edəcək. O anlamdadır ki, yəni tərbiyə edici xüsusiyyət olsun. Burada deyir ki, A bəndinə baxaq, müəllim dərs müddətində şagirdləri inkişaf etdirmək üçün sual-cavaba vaxt ayırmaqdansa davamlı dərsi izah etməyə üstünlük verir. Yəni, müəllim vaxt ayırmır, inkişaf etdirmir. Belə dərsini keçə-keçə gedir. Burada müəllim nəyi pozmuş olacaq? Tamlığı. Bəli. Çünki üçü də eyni anda olmalıydı. Tamlığını pozur, bəli. Sualda da deyir ki, aşağıdakıların hansı pedaqoji prosesin tamlığına aid deyil. Aid deyil də, orada. Bildim. Amma gəlin o birisilərə də baxaq. Baxaq. Şagird bilir ki, bitkilərin qayğısına qalmaq vacibdir. Bunun üçün dibçəkdəki gülləri sulayır və onları gül işığının düşdüyü yerə qoyur. Burada sizcə pedaqoji prosesin tamlığı var, yoxsa yoxdur? Var. Çünki həm sulayır, həm də gün düşən yerə qoyur da. Bəli. Burada artıq şagird öyrəndiklərini deyir ki, bax, şagird bilir ki, bitkilərin qayğısına qalmaq. Şagird artıq öyrənib ki, bitkilərin qayğısına qalmaq lazımdır. Və bunun da həyatda harda istifadə etməyi, necə istifadə etməyin yolunu bilir. Burada deməli pedaqoji prosesin tamlığı gözlənilibdir. Çünki deyir, dibçəkdəki gülləri sulayır və gün işığının düşdüyü yerə qoyur. C-də deyir ki, müəllim dərsin öyrədici olması üçün dərsin əvvəlində məqsəd qoyur. Dərs boyu məqsədə çatmaq üçün müxtəlif fəaliyyətlər edir. Deməli, müəllim dərsini həm öyrədici var burada, həm də inkişaf etdiricidir. Məqsəd qoyur, fəaliyyətlər var. Fəaliyyətlər varsa demək ki, şagirdləri öyrədir müəllim burada. Ona görə pedaqoji prosesin tamlığı burada gözlənilir. D bəndində deyir ki, dərsin sonunda şagird yol hərəkəti qaydalarının insan həyatı üçün əhəmiyyətini dərk edir. Burada da pedaqoji prosesin tamlığı var. Çünki biz demişdik ki, orada tərbiyə edici odur ki, şagirdə tərbiyə vermək yox, şagirdin dərsdə öyrəndiyini həyatda harda istifadə edəcək, həyatda onun işinə necə yarayacaq, tərbiyə edici xüsusiyyət o nəzərdə tutulur. Burada da fikir versəz, yol hərəkəti qaydalarının insan həyatı üçün əhəmiyyətini dərk edir. Yəni, həyatda lazım olanı artıq burada şagird dərk etmiş olur. Y bəndində nə deyir müəllimə? Oxuyun, məndə görünmür burada Y bəndi. Y bəndini oxuyun. Şagirdlər bölmənin sonunda içməli suyun təbiətdə rol və həyatımızda suya qənaətin vacibliyini anlayır. Burada da tərbiyə edici var. Bəli, burada da tərbiyə edici xüsusiyyəti görünür ki, yəni tərbiyə edici xüsusiyyəti deməli, burada da pedaqoji prosesin tamlığı gözlənilibdir. Sonra harada qaldınız müəllimə? Sonra 6-cı sual tam aydın oldu müəllimə.